Bəri başlandan deyirəm, 65 minə belə bir həyət evi görməyibsiniz. Dostlar, həqiqətən həm qiyməti çox fürsətli bir qiymətdir, çox əla bir qiymətdir. Həm də evin içini göstərəcəm inşallah. Sona qədər baxıb izləməyinizi tövsiyə edirəm. Hər bir şəraiti var, qazı, işığı, suyu, bütün kommunalları hazır, real müştərisini gözləyən hazır bir evdir. Əşyaları demək olar 50-50-yə qalır evin içində. Çox əşyasını saxlayacaq, yəni elektronika gedəcək, bunu bəri başlandan deyim. Bir-iki dənə də yüngülvari əşyası gedəcək, qalan əşyaları evin içində qalacaq. Dostlar, evimizin belə hər bir şəraiti var, yəni belə bir ev, vannabesliyinə qədər dostlar yığıbdır, kim istəsə bunu daşı üstünü aparada bilər. Yaxud ev yiyəsi ilə məsələn danışar, ev yiyəsi ilə özü ustadır. Deyər qardaş, məsələn mən xərcini eləyər, verim sən özün düzəlt, bunu mənə təhvil ver. Və ora qədər də getmək olar dəyərli dostlarım inşallah. Çox gözəl bir evdir. Yola, asfalta yaxındır. Məktəb, bağça evin yaxınlığındadır. Dükan, mağazin evin demək olar böyründədir dostlar. Hər bir şəraiti var. Çox danışmıram. Xülasə evin içində danışacaq. Buyurun keçək evin içinə. Gəlin inşallah. Dostlar, çöldə əliz yumaq yeri. Evə girdim, bax 3 mərtəbədir elə bir ev. 2 mərtəbə yox, elə bir 3 mərtəbədir. Birinci istəyirəm sizlərə giriş hissəsindən, bax burada moydadırına qədər, bax girişdə moydadırı, dəyərli izləyicilər. Burada sancar qovşağı, gördüyünüz kimi, necə lazımdır. Burada hamamı, hamamdan əlavə padval qapısı, çölə çıxış yeri, dostlar. İndi açılmır deyəsən, bax belə bir yerdir, gördüyünüz kimi dostlar. Evə kulturunda kombisi var, radiatorları var, hər şey var. Bu evi başqa birinin usta girməyib ev yiyəsindən başqa. Sırf özü tikibdir, axıra qədər də özü işləyibdir. Radiatorlar burada, bax burada əlavə bir dənə əldamı kimi bax, yığa biləcəyiniz ayaqqabı zat şeylər yığa biləcəyiniz, sumka-mumka yığa biləcəyiniz yerlər. İkinci mərtəbəyə giriş var. Hələ burada, gəlin bura mətbəxi göstərim, gəlin bura. Bura evimizin mətbəxi. Dostlar, valla adama kiçik kimi gəlir, amma kiçik deyil. Stolun stoluna kimi yığıb. Bildiyim 1, 2, 3, 4 nəfərə kimi burada oturub, səhər ad-duşu yemək də yeyə bilər. Yəni qəşəngdir. Valla mən sevdim da buranı, sevdim. Gəlin bura. Evin aşağısında, birinci mərtəbəsində, bax belə bir yataq otağı. Qəşəng. Və demək olar çox mebellər qalır. Belə bir uşaq otağı. 2 uşaq üçün hazırlayıb. Burada belə bir uşaq otağı. Evdəki kondisionerə gərək yoxdur. Səp-sərin evdə, Allah şahidim olsun. Bu dəqiqənin özündə mən sərinliyi yaşayıram da, bildiyi sərinliyi yaşayıram. Hamısında da kombi radiatorlar var. Bu pəncərənin özü bir gözəllik qatır evin özünə. Gəlin bura. Evin hələ mansardına baxın da, bir dənə mansarda, deyəsiz birinci mərtəbədə zal yoxdur. Bura nə zal, bura nə gərəkir ki? Bura zal yaraşar, gəlin bura. Və bunun pilləkənlərinə kimi hamısı taxtadan, kombi, radiator, pəncərələr, işıqlığı. Sizcə bura daha zal yaraşar. Elə bura bir özü zaldır. Həm mansard, həm zal. Dostlar, baxın. Yəni mən susuram, ev özü öz sözünü deyir. Bildiyiniz gözəl, babat, qəşəng, 65 min verib, gedib 3 otaq, elə belə şəraiti olmayan ev almaqdansa, məncə 65 min bu evə dəyər. Vallahi dəyər, billahi dəyər. Çox mükəmməl evdə. 1, 2, 3, 4 dənə pəncərəsi var, plus balkonu da var. Gəlin bura. Gəlin bura dostlar. Balkondan da ki, bütün evlərin hamısı qalır ayaq altında. Və belə də bir balkonu var. Təmiz demək olar yığılıb. Biraz yüngülvari əl gəzdirmək olar. Bərdə kənd məhsulları, buna baxın hələ, dükan da düz böyründə. Yəni evin düz böyründə, mağazin, dükan, hər şey var da, kənd məhsulları, sütü, batığı, pendiri, hamısı, əti, yağı yerində. Dostlar, gəl inşallah al uduzmazsa. Qiymət 65 min.
əlaqə nömrələrini görürsüz dostlar. Məncə durun bu dəqiqənin özündə zəng eləyin. Gəlin inşallah bu ev sizin olsun. Allah alana da satana da bizə də xeyir versin. Amin.